Salamlayıram hər kəsi. İndi sizə öyrədəcəm Faberlik aplikasiyası vasitəsilə necə sifariş etmək olar. Gördüyünüz kimi baxın burada Faberlik aplikasiyası var. Artıq telefonuna yüklənib. Həmən yüklənmiş üzərinə basırıq və burada ekranda deməli bu cür görüntü çıxır. Sonra burada deməli profil düyməsi var aşağıda. Görürsüz mən bunu basıram və burada YT var. Daxil oluram və loginimi yazıram bura. Və həmçində parolumu yazıram. Yazandan sonra hər şey düzdürsə, burada göz işarəsi var. Görürsünüz, bunda basıb deməli saxlaya bilərsiniz, basa bilərsiniz və parolunuzun düz yazmağını görə bilərsiniz. Sonra YT düyməsini basıram burada və daxil oluram artıq öz kabinetimə. Sifariş vermək üçün burada aşağıda görürsünüz səbət işarəsi var. Səbət işarəsini basırıq və yuxarıda ilk növbədə yazılıb Vыбрать dostavki bunu basırıq və ünvanı seçirəm. Mən burada Qaraqarayev 6338 ofisi ünvan var və aşağıda Vыбрать düyməsini basıram və seçirəm. Ünvanı ilk öncə seçirik ki, sonra sifarişlərimizə başlayaq. Sifariş necə olur? Kataloq da aşağıda var. Basırsınız. Hal-hazırda işləyən kataloq burada yazılıb. Yuxarıda tarixi. Bu tarixlər ərzində vurduğunuz üçün bu kataloqa daxil olursunuz. Birinci səhifədən başlayırsınız, səhifə edirsiniz. Hansı məhsuldan xoşunuza gəldisə, hər səhifədən 2 dənə məhsul varsa, aşağıda belə balaca səbət var. Görürsünüz, aşağıda sağda 4 yazılıb. Bunu basırıq üzərinə və görürük ki, burada 4 dənə məhsul var. Bu səhifədə seçə bilərik. Tutalım bu ətri seçirik və yuxarıda deməli ətr var, Sunzaniya. Yanında səbət işarəsi yenə var. Səbəti basırıq və bu ətri seçdik. Sonra səhifə edirik. Hansı məhsullar xoşumuza gəlirsə, yenə də məsəl üçün bu səhifədə var Tavaroa dəsti. Tutalım aşağıda səbətdə 3 yazılıb. Basırıq bunu. Yəni 3 dənə məhsul var bu səhifədə. Tutalım bunlardan ikisini istəyirəm. Bunu və yaxud da ki 3-ünü istəyirəm. Burada kampaniya var. Görsə promo yazılıb. Promonun üzərinə basırıq və oxuya bilərik ki, bu kampaniya nədir? 2 dənə Tavaroa götüründə hər biri 50% məsəl üçün kampaniya oxuduq. Bu bizə lazımdırsa burada Karzina sözü var aşağıda. Bax bunu belə basırıq. Karzinandan 2 dənə məhsul seçirik. Aha, tutalım seçdik. Görürsünüz. Və yaxud da məhsulları burada artırmaq istəsəm, hərəsindən 2-2 istəsəm, burada üstəgəl minus işarələri var. Üstəgələ basıram 2 dənə. Bir dəfə də basıram, tutalım. Burada Product gəldi, basırıq. 2 dənə yenə o birisi geli basıram. Tutalım məsəl üçün təmiz silmək istəsəm, mənfini bir dəfə basıram, tutalım 1 ədəd olur. Bir dəfə də basıram. Udalit tamam, udalit olur, həmən məhsul silinir. Tutalım bu spreydən istəyirəm 2 dənə, bu qalır, bu ətirdən istəyirəm. Bu belə bir seçimdir. Sonra aşağıda Product düyməsini basırıq. Burada məhsullar kampaniyalar var ki, jurnalda falan qədərlik məhsul alanda falan şey uduza gəlir. 2-2 götürəndə və yaxud nəsə bir şey götürəndə uduza gəlir. Hər kataloqun öz kampaniyası, aksiyaları var. Buradan seçirik hansı aksiyaları istəyirik, hansı aksiyalara bizə mövcuddursa, onları necə seçirik. Tutalım məsəl üçün burada yazılıb ki, tutalım yuxarıda diş pastası 1 manat 89 qəpiyə, hər 12 manatlıq məhsulun əvəzində bir dənə ucuz diş pastası götürürsünüz. Bunun üzərinə basıram, burada yazılır ki, məsəl üçün 100'lərdən çox götürmək olmaz. Vыбрать 0 və Karzinaya basıram, görürsünüz yuxarıda yazılır 1, bir dəfə də basıram, yuxarıda yazılır 2. Belə səbətə basıram, tutaq üstəgəllə basıram ki, bu məhsuldan tutalım 2 dənə istəyirəm, bu məhsuldan 2 dənə. Bunları seçdikdən sonra bu promo bölməsi, aksiya bölməsi deyirik biz buna. Sonra aşağıda preminit düyməsi var. Preminiti basırıq buradan. Mən də rus ilə başladım, dili dəyişə bilərsiniz. Və bastıq və sonradakı burada yuxarıda aksiyanın yuxarısında solda bax bu ox işarəsini basırıq. Səbətimizə qayıda bilərik ki, görək səbətə əlavə olundu. Bəli, diş pastaları əlavə olundu. Hər şey istədiyimiz kimi var. Qiymətə hərəkətən burada baxmırıq. Product'a basırıq. Bir dəfə də burada əgər nəyisə seçməksə seçirik. Yenə səbətə salırıq və s. Bir dəfə də Product'a basırıq və belə bir görüntü gəlir ki, falan ofisə yoxdur. Görək ünvanı düzmü yazmışıq. Bəli, bu ofisə istəyirdim mən. Aşağıda da artıq itogo yazırıq ki, 34 manat 77 qəpikdir. Burada zakazı patvirti basan gidelim. Artıq bu sonuncudur. Bu patvirti basıramsa deməli zakaz artıq burada gözləyirəm fırlanır və yazılır yaşılına belə quş qoyur ki, bəli artıq təsdiq olundu. 34 manat 77 qəpik ödəməlisiniz. Bunu ödəyirsiniz. Müxtəlif ödəniş üsulları var. Ən populyar Emon proqramını yükləməklə telefonunuzdan Emondan agent bölməsini seçirsiniz. Həmin agent bölməsində Faberlik var. Seçirsiniz. Öz logininizi yenə yazırsınız. Ad familiyanız çıxır və orada 34 manat 77 qəpik ödəyirsiniz. Təbii ki, orada 35 manat ödəyəcəksiniz. Çünki orada 0.33% nəsə belə bir şey az miqdarda servis haqqı var orada. Emonun servis haqqı. Mən indi bunu silirəm. Silmək üçün bu zakazı çünki zakaz gələcək. Həmin dəqiqə silməliyəm. Yuxarıda udalit düyməsi var. Görürsünüz, zibil qabı işarəsi var. Bunu basıram. Yazılır udalit zakaz. Bəli, udalit edirəm və zakazı silirəm ki, zakaz gəlməsin həmin ofisə və belə. Digər bir səbətə atmaq mövzusunu mən sizə kataloqla başladım. Digər isə tavarı bölməsi var. Tavarı bölməsinə daxil olursunuz. Burada məhsullar kateqoriyaya bölünüb. Baxım, makiyaj, moda və s. Tutalım dom, ev üçün olan məhsullara giririk. Tutalım kosmetika domu bunu basırıq. Görürsünüz burada çoxlu seçimlər var. Qablar üçün, mətbəx üçün, geyim üçün təmizləyici vasitələr. Tutalım burada basırıq. Tutalım burada görürsünüz şəkilləri, qiymətləri. Bunu basırıq səbətə. Görürsünüz bunları tutaq məsələn hərəsindən bir dənə istəyirəm. Səbətə basdım. Görürsünüz aşağıda səbətdə 6 yazıldı. 4 dənə öz əlavə elədiyim məhsul və 2 dənə də paket glukdur və s.
Minimum sifariş katalog qiymətinə 30 manatdan yuxarı olmalıdır ki, siz ambar depo qiymətinə alasınız. 30 manatdan aşağı olduqda siz depo qiymətinə yox, katalog qiymətinə məhsul alacaqsınız. Tutalım burada seçdiyim məhsulları mən yenə də bu vasitəni yenə də tovar bölməsinə aşağıda qaydıram. Yuxarıda ox var, bunu basıram, geriyə getsin. Tutalım girirəm burada ləkə çıxarıcı, toxpaqla və edici ləkə çıxarıcılara baxıram. Sprey lazımdır mənə, basıram. Səbətə aşağıda görürsünüz 7 yazıldı, sprey düşdü. Bu birin üstünə bir dəfə də basıram, görsün +1. Basıram, 2 dəfə də basıram, 3 dənə olsun deyə. Aşağıda görsə səbət artdı, 9 oldu. Təzədən səbətə basıram, girirəm, görsün burada 3 dənə həmən məhsul var. Səhv eləmişəm, mənfini basıram, yenə azalda bilirəm. Beləliklə aşağıda Продолжи düyməsi var, bunu basıram. Yenə də burada kampaniya bonuslar var. Görürsünüz, məhsullara, sifarişə görə bonuslar var. Həmin bu bonuslardan mənalara baxıram. Mənə lazımdırsa bu maye sabun, bu gel duş, nəticə hamısı mənə yararlıdırsa, mən seçirəm bunları. Tutalım əl kremi görürsünüz yazılıb. Bunu basıram. Burada da deməli əl kremi, kalisyonu seçəndə yenə aşağıda priminin düyməsini basmalısınız ki, tətbiq olunsun. Yəni bu seçdiyiniz buradakı düşsün səbətə. Sonra Продолжи basıram. Və burada axırıncı patverdi görürsünüz. Ondan qabaq burada belə bir bölmə var. Dastavka bölməsində görürsünüz yazılıb. Şəkilləri var məhsulların. Görürsünüz, basıram onun üstünə. Elə belə baxmaq istəyirəm. Görəsən düzmü seçdim. Hər ehtimala qarşı təsdiq etmişdən qabaq. Bəli, düz seçmişəm. Təzədən bu dastavka ilə yuxarıdakı oxuna dala qaydıram. Patverdi düyməsinin gözümün qabağındadır. Bunu yenə basıram. Və gözləyirəm burada fırlansın və fırlandan sonra burada yaşlı oldu. Deməli zakazım təsdiqləndi. Yazılır burada 41 manat 99 qəpik ödəyəcəksiniz. Amma mən yuxarıda Udali düyməsini basıram. Zibil qabını silirəm ki, bu zakaz gəlməsin. Həmin anda silirəm. Beləliklə siz Fabirlik aplikasiyasına, proqramına sifariş edə bilərsiniz. Proqrama baxın, kataloglar burada bölməsinə girdim. Yuxarıda oxla nəzərdə tuturam. Oxu dala gedirəm ki, dala aparıram ki, baş səhifəyə gedim kataloqa. Yəni müxtəlif burada bölmələr var. Aşağıda basıb yoxlaya bilərsiniz ki, nə var, nə yox və əsas sizə göstərdim ki, necə sifariş etmək olur.